Birazdan özüm xahiş edəcəm uşaqlardan ki, mənə telefon verməsinlər. Alınmır, bu telefon mənim başımı yeyəcək. Tova düz deyirəm. Deyir, xeyir şərif açıblar. Sakinlər də narazılıq edin, sakinlər görmədik, bir nəfər gördük. Ömür boyda hamı olmur da, bir nəfər katalizator olur, xalqı qızışdırır. Deyir ki, burada ağlaşma olacaq, səsküy olacaq, mən də narahat olacağım. Xeyir şərifini biraz binalardan aralıda tutsunlar. Qadın haqlıdır əslində. Məntiq var orada. Yəni xeyir şər ağlaşma. Mən qapı eşiyə çıxıb niyə qarab yaylıqlı insanlar görməliyəm hər dəfə? Niyə hər dəfə onları yaşamalıyam, normal yerdə yaşayıramsa? Bu okey. Xeyir şər evini istəyir ki, burada ağlaşma olmayacaq. Elə bir ki, gözəllik salonu zatdır. Nə olacaq bəs? Fingirdəşmə olacaq orada. Ağlaşmasız yas olur. Duyğunuz yoxdur, hissiniz yoxdur. Belə də baxanda yaxşı eləyirsən, düppədüz eləyirsən. Yası düşənin qapısına gedərlər də, qapınızı niyə tanıtmırsınız xalqa? Yas elə bir şeydir ki, bu hamının başına gələ biləcək bir şeydir. Heç kim sığortalanmayıb, heç kim yaxasını dartmasın. Bu yaxınlarda bir yas düşmüşdü, çox əziz ölmüşdü, çox əzizi, ellər ağladı. Biz ona getdik lançda başsağlığı verdik, qapısını tanıtmadı. Qapınızı niyə tanıtmırsınız? Tutaq ki də biraz əyrəksiniz var, tutaq ki də. Yəni, nə olur ki onda? Niyə olduğunuz kimi görünmürsünüz? Hamıya qulub qoya-qoya özünüzün qrexlərinizi niyə təmizləmir? Düz deyir də. Adam başı 18 manatdan 25 manata qədər yas menüsü var. Qapınızda yanınızı qaldırın, yerdən 2 qazan yuyun, bir halva qovurun. Eləmirsiniz axı. Özünüz öz qapınızda xeyrinizə, şərinizə yaramırsınız. Qabaq ötkəndə deyirdilər ki, toylara gələk. Şadlıq evinə gedirik də. Evdə kimin toy olur ki? Çadırlara nə oldu? Dəyəcən sən niyə eləməyibsən? Toyumu eləmişəm restoranda, düzdür. Amma yas qapıda olar da. İnsanın yası qapıda olar. Sonra anım eləyərsən, görərsən xalqın çoxdur, bu başqa. Amma yasın qapıya düşməlidir sənin. Deyirlər ki, bu elə bir tüstüdür ki, hamının bacasından çıxacaq. Hamının bacasından çıxmalıdır da. Nə gəzir başqasının binasında o yasın tüstüsü? Nə gəzir? Mən, məsəl üçün, binada yaşayıram, uşağım var, körpələrim var, nə kimin var. Bir gün də mənim qapımda nişan var, məsələn. Bir gün də mənim evimdə toy var. Orada da xeyirşər evidir, millət gəlir, nədir onun adı? Qara yaylıqlı, üzü cırıqlı. Nə olacaq? Yox, deyir, bizdə belə şey olmayacaq. Sizinkilər mumyadır. Kırılmışın hamısı dəli də. Danışırsan olur, danışmırsan olmur. Bilmirəm, nəysən.